göründüyü qədər qətiyyən çətin deyil. Kartofu xırda-xırda doğrayırsınız, soğanı xırda doğrayırsınız, sarımsağı da xırda-xırda doğrayıb qoyursunuz kənara. Ətin üstünə bir xırda-xırda əlavə edirsiniz, hamısını qarışdırıb qoyursunuz kənarda. Ədviyyatı zövqünüzə görə istədiyiniz kimi vurun. Ət əgər yağlıysa biraz yağ əlavə edib qarışdırıb qoyun qırağa. Xəmiri hazırlamaq üçün xəmiri ilıq su ilə yoğurursunuz. Çox bərk olmayan bir orta yumşaqlıqda bir xəmir yoğurursunuz. Bunu olduğu qədər nazik açın. Yəni lap kağız kimi də göstərdiyim qaydada bu formada açsınız kifayət edir. Belə kvadrat bölürsünüz, kənarlarını götürüb qoyun kənara. Qatlama formasını göstərim. İki kənarını birləşdirirsiniz, sonra digər kənarlarını birləşdirirsiniz, sonra da həmin qalan iki dənəsini birləşdirirsiniz. Hər yerini birləşdirirsiniz, alınır belə bir şey. Bunu qəşəng qoyursunuz parda bişir. Bu qabdan yoxdursa, tarekanın üstündə də olar, belə başqa bir aş üzərindən istifadə etmək olar bəlkə. Hazırlayırsınız, ət tam bişəndən sonra, kartof bişəndən sonra götürürsünüz. Çox ləzzətli olur, sousla, ketçupla, turşu ilə, nə istəsəz gedir. Bunu əsasən Özbək mantısı kimi tanınır. Bişirsəz peşman olmazsınız. Hazırlayın. Hazırlamaq üçün də videonu save eləyin, paylaşmağı yaddan çıxarmayın. Nuş olsun.